Welcome back, Hidayat. How are you feeling? It's been a while. How are you feeling? Geri dönüşün xoş gəldin. Necə hiss edirsən? Necə hisslərdir? Çox gözəl hisslərdir. Elə bil ki, hər şeyə sıfırdan başlamışam yenə. Davam olacaq. Really great feelings. It feels like I start everything from zero, and rest of this will come. It's been a tough road for you since the Olympic Games, since this enormous success. How do you weigh it up in your mind, going from the big success to then struggling to now working your way? Olimpiadadan sonraki ilində çətinliklər keçirdin, müəyyən yarışlarda uduzdun. Necə hissdir ki, böyük uğurdan sonra aşağı düşdün və indi təzədən işlər geri dönməyə başlayır? Birinci dəfə yaşamıram aşağı düşüb yuxarı qalxmağı. Çünki bir-iki dəfə başıma gəlib qalxmışam yenə. Bilirdim ki, Olimpiyadan utsam yenə düşsəm qalxmağı bacaracağam. It's not first time happening in my life that after success I go down, then I stand up again. So I'm experienced with this situation. Even though I had feeling if this happens to me after Olympics, for sure I will stand up again. Çünki idman həyatı çətin həyatdır, enişli yoxuşlu olur. Ona görə buna əvvəlcədən hazır olmaq lazımdır. Because professional sportsman's life is need to have this up and downs, and you need to be prepared for this. Okay, so how are you prepared for it? What do you, when you have the difficult times, what do you say to yourself to get through those times? Çətin günləri yaşayanda özünü necə çıxardırsan vəziyyətdə? Nə deyirsən özünə? Heç vecimə də olmur. Çünki Avropa Dünya Olimpiya çempionlarını bilirəm ki, yenə geri dönüş eləyəcəm. Ona görə vecimə olmur. Əksinə stimul verir mənə uduzanda kimlərinsə negativ rəyləri mənə daha da gücləndirir. To be honest, I don't care when it's my down period. I am Olympic, European and world champion, so I have the confidence that anyway I will stand up from this situation. But what motivates me when I am in this down period, some people speak negative about me. When I see them, this motivates me. You like it. You like when people speak negative about you. It gives you energy. Qəsdən oxuyuram ki, daha çox stimul alım. Hər yerdən tapıb oxuyuram. On purpose I am searching them who are writing negative things, and I am reading all of them because this motivates me, gives me stimul. Nice. So what would you like to say to those people today? Yaxşı, mən insanlara bu gün nə demək istəyirsən? Həmən insanlara onu demək istəyirəm ki, bayaqların bəzilərini oxuyuram ki, yazırlar ki, biz sənə inanırıq da finalda olanda. Yəni çoxsu artist eləməsinlər də, olan çoxsu yəni mən olacağında pis yazanlardır. Some of them when I was in the final they were writing we wish good luck to Hidayat, we support him, but of course I remember the names, the same people who were writing bad about me. Interesting. So you remember. Guadalajara, why are you, the team Azerbaijan has come, how do you feel about the whole Pan American tour? Because Lima you struggled, Guadalajara is success. Pan Amerika turuna çıxdı ölkəviz, bundan qabaq Limadaydı, sən üçün orada uğurlu olmadı, indi Guadalajaradasan. Necə hisslərdir və nələr hiss elədiniz bu ərəfələrdə? İki ölkədə də oldum, birində uduzdum, birində qalib oldum. Ölkələri belə sevdim, çox gözəl ölkələrdir, Latin Amerika. Bunlarda güləşməyimizin əsas səbəbi də gələn master burada olacaq. İndidən hazırlıq görürük. He said to speak about the countries. I loved both countries, these Pan American countries. Both countries are very beautiful. I lost in Lima and I won here. But the main idea coming to here for me was that next year, as I know, Masters will be in the same city. So just to get adapted of this city. Okay, fantastic. And so you're back on top of the podium. How are you going to celebrate tonight? Yaxşıdır. Podiumun zirvəsinə yenidən çıxdım. Bu gün necə getdiniz? Əslində çox darıxmışdım bu final blokuna getməyi. Orada gəzə-gəzə gedib döşəyə çıxmaq fərqlidir. İndi onun üçün darıxmışdım. İndi də pedestal qalıb. Yəqin ki, sıx-sıx olacaq bu pedestalla final blokda gəzmək. Qeyd eləməkdə heç nə. Qarşıda yarışlarımız var. GB-sinə axşam yeməyi yeyib yatacağam. He said, walking to the tatami in the final block, I really missed this feeling. Also, I miss the feeling being on the podium. This I will have after interview, and how I will celebrate. So for a long time I didn't eat proper. For sure today I will have good dinner. Thank you very much, Hidayat. Congratulations.